Assalamu alaikum, Alefsat. Səni xoş gördük Bakıda. Валейкум ассалам. На азербайджанском или на русском, брат? Как хочешь? Как тебе удобно, брат, без разницы. Можем, без проблем. Давай, gəl Azərbaycan dilində eləyək. Çünki Tamam, Azərbaycan, Rusca davay. çoxdur kontent. Azərbaycan dilində danışanda cəmaət çox güləcək. Elə mən də sənin kimi yaxşı bilmirəm. Mənim aksentimi görəndə Gürcüstan aksenti. Tamam, главное, брат, Azərbaycan çayı var burada. Все. Остальное так. Necə bir ilə danışırıq da ya. Отлично. Nə yaxşı gəlmişdin Alefsat? Bakıya. Azərbaycan kimi belə sabitiyana buraxmaq olmaz. O görə ki, UFC, даже media barədə mən də az balaca bəzi media var. Sən onu podдержка eləmək lazım ki, çox постоянно bura UFC keçsin. UFC də yaxşı keçir. Özün dünyada gördün nə qədər adam var idi, çox. Mən də xoşuma gəldi. Aura, UFC də yaxşı pozisyonda keçirdilər yarışı. İnteresli baxmaq. Adına из причин mən gəldim Azərbaycana UFC-yə görə. Alefsat, məncə mən belə fikirləşirəm, əgər Asu Almabayevlə Beksat Almaxan döyüşməsə, yəni bu arena yığılardımı belə səncə? Qazaxlar da malades gəliblər. Onu mən elə bilirəm ki, Azərbaycanlılar xoş deyirlər sportu, imенно MMA, o görə ki, MMA populyar olur postoyanla. O görə gəliblər də çoxsa Azərbaycanlılar idi də belə baxsın. Qazaxlar da çox idilər. Поэтому ancaq Qazax flaqı çox idi. Sən də görün o. Belə. Kстати, Asu Almabayevlə mən Qazaxstanda yaşayanda güləşməyə mən öyrədirdim Asu Almabayeva. İnanırsan? O vaxtda 2016-da mən Qazaxstanda Almata yaşayanda onunla mən Bizalda trenirovka elirdik biz. Yaxşı ucu nauçisli boroться eləməyə, молодец. Özü də vəbşi Asu Almabayev vaxtında bazarda ayaqqabı satırdı, inanırsan? Mən onunla trenirovka eləyəndə. İndi günətər qalxıb yaxşı, maşallah. Alefsat, döyüşlər haqqında nə deyə bilərsən? Başlayaq Tahirin debütündən. Tahirin düz axırıncı imенно 2 dəqiqə mən girdim ora. Bəs ajataj idi imенно vxodda. Biz çətin girdi ora, çox adam idi. Girəndə Tahir ucu Braziliya aşağıda idi, parterdə. Xoşuma gəldi, конечно, Tahir utdu, молодец, maşallah. İndi danışırdıq sənlə. Kasıbdan özü qalxıb, zaslujit eləyib. İndi UFC-də eşitmişəm ki, onda 4 boya kontrakt podpisin. Ucu yaxşı, хорошая начало. Əla. Bilirəm o çox nə qədər cəhd eləyirdi, yəni güclü promotionlara döyüşsün, heç vaxt əlini aşağı salmırdı, əməşə irəli baxırdı. Fürsət gəldikcə dəyərləndirmək istəyirdi. İndi çatdı istəyinə. Hər döyüşün istədiyi şeyə çatdı. Sportsmenlər kasıblıqdan qalxırlar. Yaxşı yaşayışdan kimsə, например, mən çoxdan istəyirdim ki, media olsun məndə, boya çəkməyə yaxşı tanısınlar. Stремиться edirdim elə şeyə mən. Поэтому у каждого своя причина, bir nətər media, imенно sportda hər adamın öz причинасы var. Asunun elədiyi priyoma nə deyərsən? Super. Banana split. İnanırsan, oya baxanda mən yadıma düşür, mən rukopashkin zanimatçı ilə priyom eləyirdim mən. Judo priyomdu. Mən bilmirəm nə priyomudur o, ancaq alınır elə. İndi birinci dəfə o şey eləmişdi, Magomed Sharipov. Birinci dəfə o priyomu. Judo priyomudur. Mən elə bilirəm o Sambishina görə o verdilər deyəsən, mən bildiyimə görə verdilər. Verdilər, вообще отлично. Birini də Rafaelə verdilər, $100,000. Rafaelə? Gecənin döyüşü, hə. Performance of the night. Rafael zaslujit elədi də, belə baxsın bura, gözəl nokaut elədi. Zor nokaut. Zaravatçı gözəl, özü хорошее завершение. Cəmaət yaxşı nastroyenlə getdi. Çox adamın nastroyen qalxızdı. Rəqibi də güclü idi. Fərmanın döyüşünü gördün sən? Farmanın döyüşünü gördüm. Mən Farmanı UFC-dən qabaq sözün açığı tanımırdım. Ancaq belə faktorunu 5-0 11-ci raunda baxan dedim ki, Newjeli bu 1-ci raunddan 3 raund ilə savaşacaq. Ancaq молодец savaşdı, utdu. Biraz validolni şeydi ki, qorxurdu ki, bu yorulacaq. Yorulmadı ancaq. Dakansa utdu, молодец. Belə güclü baza, güləş bazası olan bizdə məncə azdır. Volni barba deyəsən, hə o? Deyəsən, hə, yadından çıxdı. Volni barba güclü bir bazadır. Amma güclü idi. Elə də o kömək elədi. Nə qədər pir, bəlkə bir
20 dənə perivod elədi. Rekord qurdu elə bil ikinci ən çox Perivod hə? perivod olan səhv eləmirəmsə baxmaq lazımdır. Yox, elə çox vnosli, çox çətin elə boy provayid eləməkdir. O da keçdi, yaxşıdır. Prosta o Amerikan zaşitası biraz zəif idi. Elə olsun ki, biraz hazır olsun ki, elə var ki, güclü zaşita var uşaqlarda, UFC-də особенно. Bəli. Çox güclü güləşir, amma çox güləşir deyə biraz əlləri zakisляться oldu. Özü də biraz da mışnıdır, mışnlar biraz tez zabivasiya eləyir. Əzələləri çoxdur. Vес nə idi? Nə vesidə idi? 77. 77. Ha. Heç nə. Keçək Nazimin döyüşünə. Çox təəssüf ki, deyəsən tələsdi, ha? Nazimin nə qədər yaşı var, brat? Nədir? Nə qədər yaşı var Nazimin? Mən belə 30-dur. 30. Bu biraz эмоционально, biraz перевозбужден был. Понял, брат? Elə bir gördüm mən, biraz spişit elədi. Siyah bir hamısı olsun. Biraz pasipişt elədi. Braziliyası neprostoy idi. Stoykada, barbada nətər mən elə bildim ki, Gözlüydü, gözü döyüşdü. Конечно же, обидно то, что удузу, по-любому. Tələsidir, brat. Hərsət. Ələfsət, sən karyeranla danışaq biraz da. Nə var, irəlidə bir şey gözləyir bizi. Hansı qaydada qayıdacaqsan inşallah? Boks, MMA, güləş. Məndə anons var. Mən vəbşi boylarla zavriş eləmək istəyirdim. Ancaq atam qoymadı. Dedi ki, belə vaxt əzək keçsən, trenirovka eləysən, boyları ucuzmusan, o boylarla mən atamla doqavordu. O kimə ucuzmuşam, onları udandan sonra уже kariyeri можно завершить, короче, dedim. Ondan sonra уже səndən mən heç nə istəməyəcəm. Sən deyir kimə ucuzmusan, mən bilirəm ki, deyir Muradbeklə, şeylə, Perslə, kimə короче ucuzmusan, sən o formada deyildin, yaxşı öz formanda deyildin. Haçan sən yaxşı formasan, udusansa, уже другой разговор. Ancaq sən pis formada idin. Sən özün də bilirsən ki, nəyə görə, по какой нужде mən çıxırdım o boylara, tez-tez. İndi məndə doqavor elədi ki, kimə uduzum, onları udum, ondan sonra qutarım. Bir dənə var, bir dənə öz bilirsə kimlə məndə prinsipalni boy var. O yanında olacaq məndə boy. Sonra güclü anons oldu, özü Azərbaycanda Bakıda. Həmən də UFC stadion şeyində orada da olacaq. Güclü organizasiyadır. Demək olmaz hələ. Bir də protivnik də demək olmaz. Onu seriöz ajataj olacaq. İstəyirlər ki, hamısı polnu zalı bağlamağa. Orada da kartı da sən görmüsən. Kart da güclüdür. Kartdan edə bilərsən sən bura. Zor kartdır. O karda məncə stadion yığılar axıratan. Elə baxarıq, короче. Skora olacaq. Примерно avqustda. Belə indi harda yaşayırsan, harda şey eləyirsən, hazırlaşırsan döyüşlərə? Ben Maxaçkada yaşadım. İndi переехать edim Moskvaya. İndi Moskvada gedirəm Grusha zalına, boksa. Biraz перестраивать edirəm. Sen onu уже verdiş eləmişəm. Потихоньку, короче, özümə gəlirəm. Məndə bilsən nədir? Məndə ya da ki, məndə operasiya idi ayağıma. 3 il mən özümə gələ bilmirdim nəyə görə. Çətin idi özümə gəlmək. İndi uverniz ayağa kimdə Kristobrazov operasiya olub, bilmirəm. O bilər nədən danışıram mən. İndi uverniz var ayağımda. Поэтому уже по-другому, уже в свою форму вхожу я. Ələfsət, döyüşlər hansı qayda ilə olacaqdı? Onu deyə bilərsən? Boks. MMA перчаткada. Hə, balaca əlcəklərdə deməli. Zor. Короче, rubka olacaq, seryoz rubka olmalıdır. O yüzden ki, özünüz bilirsiniz nətər mən boy eləyirəm, sразу заруба, короче. Поэтому biraz boylar interes olur da belə. MMA da döyür. Чисто руками махать, брат. Такие дела. Və MMA-ya qayıtmaq istəyərdin? MMA da olacaq. MMA da olmalı. Məndə 3 boy уже запланированный. Görə nə çıxacaq? Планировать можно одно, выходит другое. Поэтому не будем пока говорить. Düzdür. Oldu, sağ ol Ələfsət. Çox yaxşı bizə insight verdin. Görə gözləyirik. İnşallah ona da gələrik o döyüşlərə Bakıya. Sizə də sağ ol. MMA Az qrupa sağ olun. Поддержка eləyirsiniz imенно в медийном плане. Ərzədən görə eləyirsiniz, kömək eləyirsiniz. Постоянно
intervyu götürürsünüz, постоянно afişировать eləyirsiniz, hər şeydə sabot sizə kurs yazıyoruz, kömək eləyirsiniz. Sizə birinci dəfə, mən birinci bu ilə naş edirəm, sırası çıxdı svязать, kömək elədiniz, imенно по media planu. Поэтому sizə də istəyirəm ki, hər şey yaxşı olsun sizdə, sizin işinizdə.